Yaxud da əgər insan sünnədən bir əməli edərsə, lakin əməlində ixlas olmazsa, məqsədi özünü insanlara göstərmək və yaxud da kiməsə eşitdirmək olarsa, yenə də bu əməl ondan qəbul olmaz, ta ki ikisi bir arada cəm olunmayıncaya qədər ixlas və bir də Peyğəmbər sallallahu əleyhi və səlləmə tabeçilik. Sonra isə əziz qardaşlar, biz qeyd etdiyimiz ayələrdən görürük ki, mütləqən olaraq itayət həm Allaha, həm də onun elçisinə Muhammed sallallahu əleyhi və səlləmindir. Çünki biz niyə görə Peyğəmbər sallallahu əleyhi və səlləm itayət edirik? Çünki o, Allahın əmrlərini bizə çatdırandır. O, havadan da danışmır. Bu barədə Uca Allah subhanahu wa ta'ala Muhammed sallallahu əleyhi və səlləm barəsində وَمَا يَنْتِقْ عَنِ الْهَوَى O, havadan danışmır. İn huve illə vahyun yuha. Bu, ona təlqin edilən bir vəhidir. O, vəhiy əsasında danışır. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm mübəlliğdir. Uca Allah subhanahu wa ta'ala bizə çatdırır və Allah Resulü sallallahu əleyhi və səlləm risalətini bizə çatdırmaqda məsumdur. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləmdən savayı insanlar isə ondan sonra bütün gələn bəşəriyyət isə nədir? Onlara tabi olduq. Niyə görə? Çünki onlar Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabi olduqlarına görə. Aydındır? Deməli, məsələn, biz elm əhlinə və həmçinin elm sahiblərinə itaət edirik. Çünki onlar Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə tabi olduqlarına görə biz onlara tabi olaq. Müstəqil olaraq kiməsə tabi yox, biz ona tabi oluruq. Ona görə ki, Allah Resulü sallallahu əleyhi və səlləm sünnəsinə tabi olduğuna görə. Və əgər bir insan, bir alim və yaxud da bir elm əhli əgər bir məsələdə xəta edərsə, deməli, onun sözünü qəbul etməyir. Çünki onun dediyi söz kitab və sünnəyə müxalif olduğuna görə. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, "La ta'ate li məxluqun fi ma'siyatil xaliq." Xaliqə asilikdə məxluqa itaət yoxdur. Amma innəmə ta'atu fil ma'ruf. Yaxşı işlərə gəldikdə isə nədir? Məxluqa itaət edilir. Ona görə də əziz qardaşlar, həmçində Uca Allah subhanahu wa ta'ala buyurur ki, "Ya eyyuhellezine amanu ey iman gətirənlər, ati'ullaha və ati'ur rasul və ulil əmri minkum." Allaha və onun elçisinə və əmr sahiblərinə itaət edin. Yəni rəhbərlərə itaət edin. Deməli, Uca Allah subhanahu wa ta'ala rəhbərlərin və həmçində bu ayələr elm əhli, ulil əmr təfsirinin barəsində buyururlar ki, buraya həm rəhbərlər, həm də alimlər daxildir. Yəni, Uca Allah subhanahu wa ta'ala baxsaq bu ayət-i kəriməyə onların itayətini, onların sözlərini eşidib qəbul etməyi Allaha və Rəsuluna olan itayətdən sonra götürür.